Show. Miau, miau. Salam, her vaxtınız dadlı ve lezzetli olsun. Əziz neneler, babalar, analar, atalar, şirin şeker balalar. Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə yeni bir salat növü paylaşacağım. Fərqlilik katmaq istəyirsinizsə süfrənizə bu salatı deneyə bilərsiniz. Çox gözəl və ləzzətlidir. Mən hər birindən az miqdarda əlavə elədim. İstədiyiniz qədər əlavə edib daha da çoxalda bilərsiniz. İndi isə keçək sosun hazırlanmasına. Qatıq, mayonez, duz istiyot əlavə edib qarışdırıram. Və toyuq filəsini xırda-xırda doğrayıram. Sonra turşu xiyarı xırda-xırda doğrayıb əlavə edəcəm üzərinə. Və cipsləri götürüb əlimlə belə ovuram. Çünki bu həmin salatın üzərinə əlavə edəcəm. Və budur toyuq filəsi. Üzərinə sosu əlavə edirəm. Və üzərinə turşu xiyarı əlavə edirəm. Və üzərindən də sosu yenidən əlavə edib qarğıdağını əlavə edirəm. Dediyim kimi mən balaca bir salat hazırladığım üçün hər birindən az miqdarda istifadə etdim. İstədiyiniz qədər artıra bilərsiniz və daha iri bir salat növü hazırlaya bilərsiniz. Və bişirdiyim kartofu isə tyorkadan keçirib üzərinə əlavə etmişəm və üzərini kartofla örtürəm. Və yenidən kartofun da üzərinə sosu əlavə edib hər tərəfinə yayıram. Əlimlə ovduğum cipsləri isə üzərinə əlavə edib bağlayıram bunun üzərini və belə bir görüntü alınır. Və diri halda olan cipsləri isə qıraqlarına düzürəm və təqribən gülə oxşayan bir salat alınır. Gül formasında belə bir salat alınır. Siz də hazırlayıb nuş edə bilərsiniz. Və ən üst hissəsinə isə nar dənələrindən əlavə edirəm və budur, gözəl bir salat alındı. Siz də hazırlayın, nuş olsun. İzlədiyiniz üçün təşəkkürlər. Kanalıma abunə olmağı, paylaşıb dəstək olmağı unutmayın.